günlərdəyəm, çox sevdiyim Qobustandayam. Buraların mənim həyatıma təzə bir təsiri var və mən sanki Qobustandan heç bir ayrıcalığım da yoxdur. Təyyarəm Başlar kitabında buralar haqqında çox geniş bir bölüm yazmışam. Bu ayrı məsələ. Bugün burada Palçıq vulkanları adına gedəcəyik. Arkada kiçik dağ görsənir, lakin bizim yürüyüşümüz böyük daşdan başlayacaq. Kiçik daşdır. Bir xeyli söhbət eləyəcəyik. Yenidən tur bələdçimiz Toğruldur. Toğrulun bilikləri ilə Azərbaycandakı Palçıq vulkanlarının mahiyyətindən, sayından danışacağıq. Lakin mənim üçün bu turun özəl edən tərəflərindən biri yolun yenidən İlanlı Bəylər Obasından keçməsidir. Özüm orada bir dəfə olmuşdum. Qara Atlı Baba pirində olmuşdum. Orada çox güman külək çıxacaq. Mən küləkdən artıq ehtiyat edirəm və mən yenidən mikrofonsuzam. Mikrofon tədarükümü görə bilmədim. Ümid edirəm ki, orada danışmağa bir şəraitim olacaq. Amma olmasa belə Qara Atlı Baba piri deyilən əslində mağara içində bir yerdə mütləq qayda sizə İlanlı Bəylər Obasından danışacağım. Çünki olduqca gözəl bir obadır, tərk edilmiş bir obadır. Lakin içində bir tarix gizlənir. Yeni vloga xoş gəldiniz. Yenidən Azərbaycanımızla tanış olmağa davam edirik. Qobustan qoruğunun bir qurtaracağı kiçik dağa yaxın, kiçik daşa yaxın olan hissədə Qara Atlı Baba piri var. Yəni videonun da əvvəlində qeyd etdiyim kimi, əslində pir deyilən bir şey mağara tipindədir və burada İslam dinini yaymaq məqsədilə gələn bu böyük övliya deyək, məhz burada onun atının başını kəsirlər. Atı da qara rəngdə olub, ona görə adına Qara Atlı Baba deyirlər. Lakin bir hissədən sonra, bir müddətdən sonra o burada dəfn olunsa da qeybə çəkilib. Yəni Diri Baba türbəsinin tam da bir hekayəsi kimi inziva məsələsidir, qeyb məsələsidir və əslində burada pir adlandırmasalar daha münasib olar. Çünki buranın özünün abu-havası çox gözəldir. Bu da insanların, böyük övliyaların mağaralarda inziva, xəlvət məsələləri baxımından o abu-hava burada hər zaman qorunur, saxlanılır və bunu da burada hiss etmək mümkündür. Burada kənd cəmaatı var və çay hazırlayırlar. Bura hazırda İlanlı Bəylər Obasındayam. İllər əvvəl burada çox maraqlı bir çəkiliş eləmişdim və demək olar ki, oba haqqında məlumatlar sənədlərdə, Tiflis arxivlərində qorunub qalır. Ümumilikdə bunun haqqında mənbələrdə məlumatlarımız çox azdır və dəyərli etnoqrafik məlumatları o zaman Instagramda izləyicilərim bu obanın cəmaatı vermişdi. Olduqca maraqlı bir yerdir. Bu ərazilər zamanında Şamlılara, yəni Şam cəmaatına aid olub və Şamlılardan sonra Şıxlar cəmaatına aid olub və 19-cu əsrdə bəylər tərəfindən bu torpaqlar alınıb və bugün Tiflis arxiv sənədlərində də torpaqların bəylər tərəfindən alınması adı altında bu sənədlər qorunub, saxlanılmaqdadır. Bura niyə İlanlı Bəylər Obası adlanır? İndi onu da danışım sizə. Demək, İlanlı Bəylər Obasına ad verən İlanlı cəmaatı, belə deyək, İlanlı kəndi Şamaxı ərazisində mövcud olmuş kəndlərdən biri. Həmin ərazi inzibati ərazi varlığı olaraq Yeni Qobustana, belə deyək, daxildir və İlanlı kəndindən cəmi 1-2 ev qalıb ki, onlarla Şıxzəyə kəndində birləşdirilmişdir. Və bu ərazilərə həmin kəndin cəmaatı sürülərini bura, elat sürülərini bura gətirmişlər. Lakin bura bəy qışlağı olub, yəni adi qışlaq deyildi, bəy qışlağı olub. Əvvəlcə qışlaqlarını, elatlarını bura gətirirdilər, sürülərini buradan Duvanlı deyilən bu ərazidən daha sonra İlanlı kəndinə və artıq Şamaxıdan da Qubanın yaylaqlarına aparırdılar. Burada bir çox filmlər çəkilib. Məsələn, arxadakı maşın görsənən evdə Qaçaq Nəbi filmi çəkilib. Bir qədər irəlidə Hacı Zeynalabdin Tağıyevin haqqında filmin səhnələşdirilmişdir.
yerləşdirilmiş hissələridir və burada eyni zamanda həm qazma tipində evlər, yerin altındakı o keçən dəfə də çəkmişdik. İndi düzdür, o videonu sildim təəssüf ki. Çünki bəzi narahatlıqlar oldu. Onu bir daha çəkəcəm, sizə göstərəcəm. Çünki qazma tipindəki evlər olduqca bizim bu köçəri mədəniyyətimizdə çox önəmli bir yer tutur və burada eyni zamanda 19-cu əsrə aid olan da bir ev qorunub saxlayında. Onu sizə çəkib göstərəcəm. Olduqca buranı çox sevirəm və ilk dəfə bura ilə tanış olduqdan sonra buranın bir etnik bir kənd kimi qorunub saxlanması və buranın bir muzey altında, üstəlik də ki, Qobustan qoruğuna aiddir, təqdim edilməsinin çox tərəfindəyəm. Çünki bu böyük bir kültürün, böyük bir mədəniyyətin, bu bizim bir mədəniyyətimizdir. Mədəniyyətin tərkib hissəsidir deyə düşünürəm və oturaq həyatımızla yanaşı köçəri həyatda Elat mədəniyyəti də o qədər gözəl bir mədəniyyətdir ki, bunu təqdim etmək, insanların bu qışlaqlarda necə yaşadığını göstərmək olduqca maraqlı olardı deyə düşünürəm. Bu evin üzərində deməli tikilmə tarixi var. Bunu çox yaxşı xatırlayıram. Bir də biz Qobustanın çox yaxşı vaxtında gəlmişik. Görürsünüz ki, hər tərəf yamyaşıllıqdır. Mənə dedi ki, otluqlardan ehtiyatda ol, amma hər bir halda mən çalışacağım o hərfi tapım, rəqəmləri. Burada onun tikinti tarixi qeyd olunmalıydı. Səhv xatırlamıramsa, məhz bu ev idi. Çox güman ki, silinib. Çünki tək qalmış içəridə quşlar var. Məsələn, bu özü də qazma tiplərindən biridir, amma göz bir qədər yerüstüdür. Amma tam da artıq qarşımızda görsənən yerin altında qazmadır. Biz keçənlərdə burada bir yerli əhalidən bir nümayəndə xəbər vermişdi ki, orada məhz heyvanları saxlayırdılar. Amma məsəl üçün keçən dəfə Hacı Qabul yolundakı o ənənəvi köç yolu üzərindəki çəkilişlərdə oradakı qazma evlərdə insanlar özləri yaşayırlar. Bayaq elə içəridə axtarırdım, amma elə özdədir. Burada 19-cu əsr 1800 yazılıbsa, onu tam dəqiq bilmirəm. Keçən dəfə yazmışdılar. Əlimdəki məlumatlara baxıb onu videoya xüsusi olaraq əlavə edəm. Salamlayıram Toğrul. Biz bugün həm də xoşbəxtdik. Niyə? Bizim Xalaxə yürüyüşümüzün ikinci bələdçisi Murad bizləndir. Murad, səni də salamlayıram. Düzdür, bizim vlogumuz qalmayıb, amma kitabı oxuyanlar sizin bələdçiliyinizdən tanıyırlar. Xoş gördük yenidən. Biz bugün Qobustan palçıq vulkanlarına gedirik, qoruq ərazisindəyik. Çox unikal ərazilərdir. Mən bu əraziləri çox sevirəm. Sanki bu çölə aidəm. Həmişə bu Qobustana özümü həmişə belə bir təsvir edirəm. Mənim üçün, mənim həyatımın yeri bir ayrıdır. Biz İlanlı Bəylər Obasına kimi gəldik və əsas niyyətimiz palçıq vulkanlardır. İstərdim ki, bu palçıq vulkanları haqqında danışasan, ərazidə nə qədər palçıq vulkanları var, onu səndən işləyək. Deməli, əvvəl marşrutumuz belə başladı ki, biz gəldik Qobustan qoruğuna, Kiçik Daşa gəldik, daha doğrusu Qobustan qoruğu 3 əsas yerdən ibarətdir. Böyük Daş, Kiçik Daş və Cingirdaş. Biz Böyük Daşdan biletləri aldıq və gəldik Kiçik Daşa, burada gəzdik. Ceyranlar düşərgəsi, Firuz düşərgəsi və s. bu qayaüstü təsvirlərə baxdıq. Ondan sonra getdik Qara Atlı Piri deyilən bir əraziyə, oradakı o ərazini gördük. Sonra qəbristanlıq ərazisi, qışlaq ərazisi və oradakı o Pir ərazisində olan ardıc ağaclarını gördük. İndi gəlmişik Tağıyev filminin çəkildiyi pavilyona. Bu trest məsələsi ilə kinodan qalıb, hə? Bəli, buralar hamısı kino üçün yaradılmış pavilyondur və indi də qalır. Biz də gəlib buranı belə deyilən, hər yaz və payız aylarında ziyarət edirik. Çünki Qobustan ərazisinin mövsümü əsas yaz və payız aylarındadır. Lalələr də açıb. Burada çox gözəl bir mövsüm var hazırda. Çünki bu il yağışlı oldu, hər yer yamyaşıldı və bilindiyi ki, buralar qışlaq ərazisində. Qışlağınki də yağışdır da, yağış gərək bol olsun. Yəni nə qədər yaşıl olarsa, o qədər yaxşı belə təsərrüfat sahiblərini sevindirir.
İndi buradan isə bizim istiqamətimiz olacaq, artıq piyada davam edəcəyik. Birinci gedəcəyik biz palçıq vulkanlarına, Daşgil palçıq vulkanları, hansı ki o çox zəngin bir ərazidir ora və orada palçıq vulkanlarının müxtəlif növləri var. Daha sonra o ətrafda olan keçmiş hərbi hissə qalıqları, digər palçıq vulkanları var ki, bütün, yəni belə deyim də, qrupumuzun gücü yetdiyincə bu əraziləri gəzəcəyik, kəşf edəcəyik. Daha sonra artıq axşama doğru, gün batımına doğru biz qayıdacağıq Bakıya. Ərazidə palçıq vulkanlarının sayı bilinir ümumiyyətlə nə qədər belə? Ümumiyyətlə Azərbaycan ərazisində 350-dən çox 350-dən çox palçıq, 400-ə qədər palçıq vulkanının olduğu bilinir və ümumiyyətlə Azərbaycan bu palçıq vulkanları ilə bağlı dünyada ən zəngin ölkədir və bizdə palçıq vulkanlarında demək ki, bütün növləri var və eyni zamanda palçıq vulkanların yaratdığı bizdə palçıq vulkanın dağları var. Bu ən böyük Torağaydır, Böyük Kənizə dağdır, Otman Boz dağdır ki, bunlar dünyanın ən böyük palçıq vulkanlarıdır. Hətta belə deyim də, təklif eləyən olsa və ya dəyərləndirilsə, bu Guinness-in rekordlar kitabına da girə bilər, yəni belə bir nominasiyada qazana bilər. Vulkanik hər zaman partlayan hansıdır bəs? Axır tökülür. Ən çox belə son illər ən daimi partlayan Otman Boz dağdır. Otman Boz dağ o daha çox partlayır və odlu, alovlu partlayır. O da Sahil qəsəbəsi və Ümid qəsəbəsinə yaxın Qalamış dağında yerləşir. Bu yaxınlarda da bir palçıq vulkanı partladı ki, o da Ərzani qışlağı yaxınladı. Ərzani palçıq vulkanı. Nə maraqlıdır. O da belə partladı. O da yenə odlu, alovlu partladı. O bir qədər bir saata yaxın ərazidədir. Belə. Çayımız qaynadı. Bəli, çayımız qaynadı. İndi çiçəklərlə, otlarla çay dərləyib yenidən başladı içməyə. İnşallah qismət olsun Zaqatala yaylaqlarında şey, hə Murad? İnşallah. Aparsan bizi bu il Zaqatala yaylaqlarına? Yox, mən köməkçi ola bilərəm, yenə tanıl aparacağım. Eşq olsun. İnşallah gedəcəyik Zaqatala maraqlı. İnşallah. Bu hansı otlardır o gün meşədə yığdığın hürkan meşələr? Yox, buradakı otlar fərqlidir. Burada bəzi çiçəklər, ümumiyyətlə hansı çiçəkləri gördüm həmişə çaya qatıram. Və biraz da məsələn sevirəm. Acı yovşanı özünü sevirəm. Acı yovşan xüsusi tam verir, ətir verir. Çox atmamaq şərti ilə. Azı atırsan onun ətri mükəmməldir. Və çayımız özü də şeydir, yəni zəncəfilli, kəkli otulu, belə ədviyyat çoxdur burada. Belə bir çay. Dadına baxaq indi. Demək bu pavilyonlar Tağıyev filminin çəkilişindən sonra qalıb, sökməklər elə həmin ərazidədir və sanki heyvanlar üçün bir dəstək rolu oynayır. Biz də çaya burada dayandıq. Birazdan indi əsas məsələ, turumuzun əsası başlayır. Palçıq vulkanlarına doğru yürüşə başlayacağıq. Təxmini bir 10-12 kilometrlik yürüşdəyik. Bədən üçün çox gözəl bir aktivitidir. Çıxardım, bunu çəkmə. Çoxumuz xarabdır. Biabır oldu. Olmaz. Torul yürüşlərdə bu çubuğun xüsusi önəmi var. Biz bəzən çubuqsuz gəzirik, amma çubuğun önəmi nədədir? Çubuğun önəmi ondadır ki, çubuq deməli həm dizlərə düşən yükün qarşısını alır, həm deməli həm qalxışda sənə kömək edir. Çünki çubuğu belə sadəcə sürmək lazım deyil, həm də çubuqla qoluna güc verərək diz bağlarına düşən yükü azaltmış olsan. Eyni zamanda yuxarıdan da düşəndə yüklə çubuqdan dəstək almaqla yenə də eyni zamanda diz bağlarına düşən yükü azaltmış olsan. Ondan başqa səni darçıqlarda müvazinətli saxlayır, səni daimi daha rahat hərəkət eləməyə. Elə bir ki, dördüncü ayağın, əlin daha da yerə uzanmış olur və özünü daha rahat saxlayır. Çünki biz ağaclıq yerdə, qayalıq yerdə müvazinəti itirəndə, məsələn, buradan dəstək alır. Amma o olmayanda çubuq artıq bir dəstəkçimiz olur. Ona görə çubuq mütləqdir. Tam olaraq çubuğa öyrəşib də ondan getmək doğru deyil.
bəzən çubuqsuz getmək lazımdır ki, sən öz müvazinətini saxlamağı bacarmalısan. Amma çubuq olduqca önəmlidir, xüsusilə zirvə yürüşlərdə, trekkinglərdə, çox günlük yürüşlərdə mütləq lazımdır. Çox sağ ol. Adın nədir? Adın nədir? Vüqar, tanışlığınızı sevindim. Amma yerini görəmək, belə şeyi turist üçün görsən. Elə sizə qonaq eləyə bilərəm. Xoş oldu. Heyvan kəsib qonaq. Çox sağ ol. Allah pərəstdir, Allah pərəstdir. Hələlik, özünə yaxşı bax. Deməli biz o daşlar olan hissədən gəldik. Evet, oradan daşdan geldik. Aha, Kiçik daşdan geldik. Deməli, qışlaqlardan keçdik, Qobustan qışlaqlardan gəldik Göyərçinliyə. aha. 262 metrlik bir zirvədir, həm də Palçıq vulkanıdır. Qəşəngdir. Keçdik Diləngəzə. Diləngəzdən burada köhnə bir tərk edilmiş hərbi hissənin ərazisindən keçib Sovet dövrü. Kərtənkələ dəhlizi. Bəli, gəldik bura. Deməli, Daşkən Palçıq vulkanlarından. Ən məşhur burada Ən turistik. məşhur, ən zəngin Palçıq vulkanlarının olduğu yer Aha, buradır. buradır. Və Bura- burası unikal və hər növ Palçıq vulkanını bir kompleksdə görə bilərik. Mən aşağıda turist köşkü gördüm. Yəni bura adi Ələt ya da Səngəçaldan maşınla da gələ bilərlər yəni. Doğrudur, Ələt və Səngəçaldan yerli adamlar maşınla gətirirlər. Amma bu yol maraqlı idi. Yorucudur, biraz amma qəşəngdir. Belə yürüyüş üçün yaz və payız aylarında maraqlıdır. Eyni zamanda deyim ki, yəni burada Palçıq vulkanları belə ümumi təbii halı ilə görmək olar. Amma bir də eyni zamanda bizdə Palçıq vulkanları turizm kompleksi var ki, orada artıq bir infrastruktur var, bir sahə var ki, xüsusi cığırlardan keçərək Palçıq vulkanlarını müşahidə etmək olar. Sonra sərgi salonu var, məsələn restoranı var, bilet satılan yeri, köşkü filan. Burada O təzə açılan yer. Bəli, təzə açılıb. Orada nəzarət də var, eyni zamanda belə deyim, kontrol var. Turizm Agentliyinin belə deyim, tabeliyində olan ərazidir. Burada isə gözəldir, təbii haldadır vulkanlar, amma təəssüf ki, kontrol olmadığı üçün zibillənmə çox gedir. Yəni çoxlu zibillirlər, indi biz yuxarıda görəcəyik və istəməzdim ki, belə olsun. Yəni bu çox sadə bir şeydir. Gətirdiyi Özünə apar. bura təmiz qalır. Eynən. Son sual verim, çox da səni yormayım. Oradan bura qədər neçə kilometr yol gəlmiş olduq? Oradan buraya hardasa 13 kilometrlik bir məsafə. Əla performansdır. Təşəkkürlər. Çox sağ ol. Yürüyüşümüzün son hissəsi. Əslində yürüyüş olaraq səs burada gəlir. Yürüyüş olaraq çox əladır. Amma aşağıdan da adi kənd maşınları ilə gələ bilərsiniz. Demək olar ki, ərazidə ən çox vulkanlar bu hissədədir. Ona görə də daha çox turistik marşrut da məhz buradır. Səsinə baxın. Qur-qur.
görə yəni yanır. İndi yandırmağa çalışacağıq. İndi ham partlayır. Bir ara Instagramda hər sosial şəbəkənin öz negativ adamları var. Yəni hamısı da geoloq olub, yəni partlayar filan. Amma nəticədə odur ki, bu yanır. Bu qədər sadə. Yəni o Ehtiyat ol. qoy çıxıb yansın, çünki özü söndürür. Çıxdıqca özü söndürür. Keçən dəfə, hə? O metan da var, qaz da var. Yəni kükürt bir yerdə çıxır. Bu tez-tez partlayır deyə qoymur. Amma keçən dəfə çox aram çıxırdı. Orada aram çıxanlar var. Çıxamam etdi. Bu istəyən kəsib ayırır. Ta 2016-cı ildən ölkəni, vətəni gəzdikcə bilirdik ki, vətən çox unikaldır, qədrini bilsək. Burada məsəl üçün zibillər var, zibilləməsələr. Bizə verilən bu gözəl torpağın, bu gözəl məmləkətin qədrini bilsək, əslində arxada görsənən sanki bir başqa planetdəsən, sanki bir Marsdasan, Aydasan. Sonuncu dəfə bu tip değildi. Yəni Palçıq vulkanı olmasa da, amma çox gözəl bir ekopark var idi. Star Valley adlanırdı, Ulduz Vadisi. Qəşimdə görmüşdüm. İnanılmaz bir şeydi. 2020-ci ilin 19-dan 20-ci ilə keçən ildə yeni də orada qarşıladım Qəşim adasında. Həyatımda yaşadığım ən gözəl səfərlərdən biri idi və oranın o coğrafi quruluşu, oranın o coğrafi gözəlliyi hər zaman əbədiyyən xatirimdə bir iz buraxdı. Bizim vətən çox gözəldir. Gəlin qədrini bilək, özümüz də sevək və sevdirək.